Salam əziz abituriyentlər, Python seriyamıza davam edirik. İstinad etdiyim mənbə Kərim Tahiroğlu. Bugünkü dərsimizin adı mənimsətmə operatoru olacaq. Mənimsətmə operatoru deyəndə biz riyaziyyatdan tanıdığımız bərabərlik simvolunu başa düşməliyik. Yəni, riyaziyyatda bu müqayisə operatoru kimi çıxış edir. Burada isə mənimsətmə operatoru kimi çıxış edir. Deməli, bir misala baxaq. Deyək ki, bir A1 dəyişəni daxil edək və bu dəyişənə Azərbaycan qiymətini mənimsədək. A1 bərabərdir Azərbaycan yazdım. Yəni, A1 dəyişəninə Azərbaycan qiymətini mənimsədirəm. A2 dəyişəni daxil edirəm və bu dəfə ona Bakı qiymətini mənimsədirəm. B1 dəyişəni daxil edirəm. Bu dəfə bu dəyişənə 86,6 qiymətini mənimsədirəm. B2 dəyişəni daxil edirəm. Bu dəfə bu dəyişənə 10 milyon qiymətini daxil edirəm. Bundan sonra print A1 ekrana Azərbaycan yazısını çıxardır. Print A2 ekrana təbii ki Bakı yazısını çıxaracaq. Print B1 ekrana 86,6'nı çıxarır. Print B2 ekrana 10 milyonu çıxarır. Diqqət etdinizsə, biz burada 4 dəyişəndən istifadə etdik. Dəyişənlərin ilk ikisi, yəni A1 və A2 dəyişənləri sətir tipində olduğuna görə mən onları dırnaq işarəsi daxilində yazdım. B1 və B2 dəyişənlərinin qiymətləri isə ədəd tipindədir. Onları dırnaq işarəsi daxilində yazmağa ehtiyac yoxdur. Amma B1 dəyişəninin qiyməti ilə B2 dəyişəninin qiyməti arasında nə kimi fərq var? B2 dəyişəni diqqət edəsəz tam ədəddir və buna Python dilində integer tip deyilir. Biz onsuz da tiplər haqqında ayrıca video çəkəcəm inşallah. B1 dəyişəni isə həqiqi ədəd tipindədir. Buna float tipi deyilir. İndi bu bərabərlik simvolunun, bərabərlik yəni mənimsətmə operatorunun solunda və sağında yer alan bu parametrlərə operandlar deyilir. Bərabərlik simvolunun solundakı operandlar dəyişənlər, sağındakı operandlar isə həmin dəyişənlərə mənimsədilən qiymətlər deyilir. İndi isə başqa bir misala baxaq. Deyək ki, bir yenə A dəyişəni daxil edirik və bu dəfə ona 15 qiymətini mənimsədirik. B dəyişənini daxil edirik və bu dəfə B-yə A qiymətini mənimsədirik. Bundan sonra print B əmrini vururam və 15 qiymətini ekrana çıxarır. Nə baş verdi? Deməli, diqqətlə baxsanız, A-ya mən 15 qiymətini mənimsətdim, bura qədər normal. B-yə A qiymətini mənimsətdim, amma dırnaq işarəsi daxilində yazmadım və print B yazaraq ekrana bir qiymət çıxartmağa nail oldum. Bəs niyə B-yə mənimsədilən A sətir tipində olduğu halda mən onu dırnaq işarəsi daxilində yazmadım? Ona görə ki, biz B-yə mənimsədildiyimiz qiymət özü bir dəyişəndir. Yəni, biz B-yə A dəyişəninin özünü mənimsətmişik. Yəni, burada artıq ona sətir tipi kimi baxmaq olmaz. Çünki A dəyişəni özü yuxarıda ona qiymət mənimsətmişik 15 və bu qiymət ədəd tipindədir. Demək ki, A dəyişəni özü artıq ədəd tipində olan bir dəyişəndir. Və biz B-yə A dəyişəninin özünü mənimsətdiyimiz üçün onu dırnaq daxilində yazmadıq. Çünki dırnaq daxilində yazsaydıq,
Baxın, gəlin yenidən bir B dəyişəni daxil edək və bu dəfə onun qiymətini dırnaq işarəsi daxilində A mənimsədək. Print B desək, ekrana A qiymətini çıxaracaq. Yəni, biz yuxarıda yazdığımız bax bu proqramla, bu kodla, aşağıda yazdığımız bu kodda B-nin qiymətləri arasında böyük fərq var. Yuxarıda B-nin qiyməti, yəni A dəyişəninin özüdür və A dəyişənin də qiyməti 15 olduğu üçün print B ekrana 15-i çıxarır. Aşağıda isə A dəyişəni deyil. Aşağıda artıq sətir tipində olan bir A daxil etmişik B üçün. Ona görə ekrana print B komandası A qiymətini çıxarır. Demək ki, burada nə nəticəyə gəlirik? Bir dəyişənə başqa bir dəyişənin özünü mənimsədə bilirik. Aydındır? Yəni, məsələ budur. Mənimsətmə operatorunun bu kimi özəllikləri var. Yəni, bir dəyişənə, məsələn, B dəyişəninə digər dəyişənin özünü, A dəyişənini mənimsətmək mümkündür. Bugünkü dərsimiz bu qədər. Növbəti video izahlarda görüşənədək. Sağ olun.